Müasir stomatologiyada rentgen diagnostika bu günləri fizioqraf, panoramik rentgen 2D dediyimiz və 3D bu mərhələdə ibarətdir və bunların ən dəqiq diaqnostikanı edən 3D-dir. Bir çox hallarda həkimlər 2D-yə baxıb səhvən diaqnoz qoyurlar ki, bu sinirin içindədir, bu kanalın içindədir bu diş. Çünki 2D-də bu belə görünür. Panoramikdə en və uzunluq görünür. Amma 3D-də həm en, uzun, qalınlıq. Biz 3 boyutlu rentgende istədiyimiz yerə, istədiyimiz dəqiqlikdə kanala və yaxud da Haymer boşluğuna və yaxud da sinirə, dişin sinirə münasibəti, dişin Haymera münasibəti və yaxud da implantın Haymera münasibəti və alt çənə sinirinə münasibəti, mental dəliyə münasibətini daha dəqiqliyi ilə hansı proyeksiyada və çənə sümüyünün harasında istəsək biz onu görə bilirik.